Bu gün mənim YouTube'dakı ilk videomdur. Bunu necə sizə deyəcəyimi bilmirəm. Yəni mən başqa kanallarda açmışdım. Məsələn, edit videoları, başqa kanallar, təbiət videoları kanalları. Amma mən bu gün özümün həyatım, məsələn, videoları dəyərləndirəcəm. Bu nətər videodur, bu nətər videodur, o pisdir, bu yaxşıdır. Bu gün mənim ilk videomdur. Bu videoda sizə, məsələn, YouTube'da başlıyorsun, mən YouTube'da sizin işinizə yarayacaq danışamadım. 2 sayt göstərəcəm. Keçək saytlarımıza. Gəldik dostlar. İndi birinci proqramda sayt. Birinci sayt flecktrain.com. Bunu yazırıq. İndi bura girdiyimizdə sizə başa salacağım. Məsələn, siz istəyirsiniz ki, mənim videomun üzərində bir heyvan şəkli olsun. Məsələn, başqa şəkillər olsun. Məsələn, olsun ki, bu təyyarə. Bunu indirərək, burada indirmə düyməsi var. Mən indirmirəm çünki yeməyə lazım deyil onlar. Lazım olanda mən bunu çoxlu şəkildə indirmişəm. Bunu indirərək videomuzun hər hansı bir yerinə bunu qoya bilirik. Yəni bu bizim bütün yerlərdə işimizə yarayacaq. Baxın, burada çoxlu şəkillər var, kompüter var, video var. Mən bunu bu gün işlədəcəm. Baxarsınız. Bu var, bu kumbara deyilən şey, epizodasının onun altında bir şey var, bax bu. Bunu mən bu gün videomda işlədəcəm. Ona baxara bilərsiniz. İndi birinci proqramımız bu idi. Keçdik ikinci proqramımıza. Tamamilə ikinci proqrama keçdik və ikinci proqramımız bizim Remog BG. Remog BG belə bir proqramdır. İndi mən sizə göstərəcəm. Məsələn, burada yazır upload a mic. Proqrama daxil olduqda bizə bir şəkil daxil olacaq. Mən onun şəxsi olduğunu göstərmədim. Şəxsi göstərdiyim şey yoxdur, amma özəl şeydir. Bu proqram bizim nə işimizə yarayır? Bu proqramda məsələn sizə gördüyünüz kimi mənim bu Agil yazsın, orada Fərc yazır, yəni Fərc. Bunu necə düzəlmişəm? Bunu əslində başqa proqramdan düzəlmişəm. Gemini çəkibdə falan sözlərin yerini dəyişmə. Amma sözlərin dalında olan şeylər var. Görürsünüz də səhifə. Bax, məsələn mən buna vurdum. Bax, Sabirabad 54. Özümə Sabirabad olduğum üçün. Bax, çevirdi. Bizə nə qaldı? 1. Baxın. 1 əl, bir də Sabirabadın sözü. Yəni bu saytın Remog BG. Bu da sizin editlər eləyəndə, YouTube'da video paylaşdığında sizə çox amma çox kömək eləyəcək. Hələlik dostlar, bu günlük videomuz bu qədər idi. İnşallah gələn videolarda görüşərik. Dostlar, like atıb abunə olaq. Sağ olun.